15 yaşında pasiyentimiz Nihat ileri dərəcədə bir kifozu var ibarə. Kürək asimetriyasıdır. Buradakı xəttlərdir, çanaqdır, hamısı yerindədir. Yəni o ilk başdakı bu kifotik duruşu məncə daha da düzəlir. Vəziyyəti siz dəyərləndirsəniz, ilk başdakı vəziyyət və indiki arasında nə fərq görürsünüz? Biz indi vizual olaraq siz Duruşu gündə gələndə çox əyri idi. Heç cürə nə qədər desək də düzələ bilmirdi. Yəni özündən asılı olmayaraq qabağa əyilməyi var idi. Az da olsa yeriyəndə tez yorulurdu. İndi şikayəti elə yoxdur. Duruşu da qənaətbəxşdir, yaxşıdır. İdmanların eləyir. Təbii ki, özünü də arxain eləməməliyik. İdmanlar davamlı şəkildə etməlidir. Eləyir, bacardığı qədər. Hazırlıqları falan biraz yorur onu, amma yəni, mən razıyam görünüşdən. Biz də razıyıq. Daha da dik olacaq, daha da üzərində işləməlidir. İdmanları daim şəkildə eləsə daha da dik olacaq. Dediyinizin hamısını eləyirik. Maşallah, maşallah. Mən də xoşuma gəlir. Amma üzərinə düşməliydik. Yaxşı ki, sıxandır. Var olasınız, minnətdarım. Sök ki.